Hər birimiz üçün gözəl gülüş, gözəl təbəssüm çox önəmlidir. Biz aparıcıları isə tamaşaçı qarşısında olduğumuz üçün hər zaman gözəl görünməliyik. Bugün də gəlmişəm Dentox Stomatoloji klinikaya. Könül xanım ölkədə tanınan, sevilən stomatoloq, həkim stomatoloqdur. İstəyirəm elə sizi də Könül xanımla tanış edim. ARB televiziyasında Maqazin Plus verilişində Könül xanımla elə açıqlamalar olacaq ki, elə fərqli mövzulara toxunacaq ki, gəl görəsən. Könül nə deyirsən? Başlayaq. Başlayaq. Görəsən mənim kimi diş həkimindən qorxan adamlar çoxdur. Mən bilirəm ki, çoxdur. Mən həqiqətən də qorxuram. Bunu belə həkim belə uzaqdan belə tutanda mən özümə deyirəm, ay Allah, gəldi yenə. Amma könüldən qorxmuram. Könül artıq bilir ki, mən nə zaman, harda qışqıra bilərəm. Bəlkə iynəni, ağrı kəsici iynəni mənə bolluca belə vurur ki, mənim səsim gəlməsin. Pasientlərimə xoş təbəssüm bəxş etməyə çalışıram. Əlimdən gələn artığını eləyirəm. Sizin də vurğuladığınız kimi beynəlxalq tədbirlərdə iştirak eləyirəm. Ölkəmizdə olan tədbirlərdə iştirak eləyirəm. Yenilikləri öyrənməyə çalışıram ki, daha faydalı olum, daha gözəl işlər nümayiş elətdirim, ərsəyə çıxardım. Pasientlərimiz səhər yuxudan oyanarkən dişlərini fırçalayırlar, yuyurlar, ondan sonra başlayırlar qidalanmağa. Bu düzgün bir iş deyil. Prosedur əslində yeməkdən sonra təmizləməklə olmalıdır. Diş arası saplar, həmçinin də irrigatorlardan istifadə olunmalıdır mütəmadi olaraq. Fırçalarla yetirməməliyik və həmçinin də 3-6 ay müddət olmaqla professional gigiyenaya gəlmək lazımdır stomatoloq yanına. Çünki biz nə qədər mükəmməl qulluq eləsək də, bəzi xırda ərklər dişlərimizin üzərində qalıcı bir effekt yarada bilir. Diş daşları diş əti ciblərinə doğru irəliləyirlər və oradakı bizim diş ətrafı toxumaları zədələyirlər. Mütəmadi olaraq da orada iltihabı proses olduğu üçün biz dişlərimizi fırçalayanda, adi yemək yeyəndə qanama ola bilir. Bunun əvvəllər bəzi inyeksiyalardan istifadə edirdilər, iynələrdən istifadə edirdilər. Bunların hamısı gündəmimizdə yoxdur. Düzgün diş qulluğu və düzgün professional gigiyenik təmizləmədən sonra damaqlar bir gün ərzində tamamilə sağalır. Breket müalicəsi diş və ətrafı toxumaları sağlam olan bütün pasientlər üçün uyğundur. Yəni bunun yaş limitimiz yoxdur. Süd dişlərində də tətbiq eləyə bilirik, daimi dişlərdə, hətta yaşdaşmış insanlarda da. Breket müalicəsi tək diş cərgəsi əyriliklərinin müalicəsi üçün deyil, həmçinin də dişləmlərdə, çənə əyriliklərində istifadə olunur, tətbiq etdiyimiz bir müalicə növüdür. Biz pasientin istəyinə önəm veririk, çünki o xoşbəxt olmalıdır. Ondan sonra müalicəmizə başlayırıq, istədiyimiz gülüşü də əldə edirik elə olanda.